namaz qılırdıq. Namazımızı qılıb qutaran kimi bayırdan ses gəldi. Allahu Ekber. Hamımız cumdu qapıya, görək nə var nə yox. Hamımız cumdu, gördük qara maskalı tulla silahı, vururlar, dağıdırlar şüşələri. Bu qapını açan kimi gül, şüşələr bizim göz başımıza deyir. Məcbur oldu bayıra çıxa bilməyir. Ancaq yandı ev içində. Sonra da girdilər içəri, tappatoraq bağladılar əl qolumuzu, şəxsən mənim də əl qolumuzu, hamımızın əl qolunu. Buradakı uşaqlar hamısı əl qolunu bağlayıblar. Tutub bağlayıblar, vururlar uşaqları. Avtomatı belə vururlar cəmaatın başına. Bu şey işi terror eləməz, amma bunlar eləyirlər. Sizə nəsə deyirdilərmi ki, yəni hər hansısa bir ağır sözlərmi deyirdilərmi sizə? Hamımızı söyürdülər orada. Mülki geyimdəydilər. Bunlar qara geyimdəydilər, üzlərini biz görmürük. Bu qan Bizim ləkəsi, əl qolumuzu bağlamışlar, bax deyirlər hamımız bu beləcədir yəni. bu qan ləkəsi kimə aiddir? Yəni Bu şəhər uşaqları olub. Mən tanımıram. Mən bayıra çıxa bilməmişəm deyənə. Görməmişəm. Öləmiz var da, bilmirik onun qanı da onun qanı da. 2 dənə şəhidimiz var. 2 dənə şəhidimiz var bizə. Hacı Əbülfəzə, Hacı Taleyi hamımızı apardılar. 2 dənə şəhidimiz var. Sizi apardılar mı? Yox, mən aparmadım. Kimi buradan aparıblar? Neçə nəfər?